Arif güzel istedad sahibi olan bir Allah vergisi vardı onda. Az vaxtın içində şeiriyyatın hepsini Azərbaycanda məşhur oldu. Hamı onun xanəndələr də oxuyurdu, dərvişlər də oxuyurdu. Alimlər də məşğul olurdu onun şeiriyyatıyla. Münasibətimiz də çox gözəl idi. Allah rəhmət eləsin. Həyat belədir də, nə eləmək var. Hər adamın bir qisməti var həyatda. Əsas o da insan əməli ilə yaşasın. Cismən onsuz da bir gün var, bir gün yoxdur. Amma yaxşı qoyub getdi gün irs hər şeydən üstündür. O da bu irsi qoydu getdi. Gözəl şeiriyyatı ilə, gözəl işləri ilə. Allah ruhunu şad eləsin, Allah rəhmət eləsin. Bugün Azərbaycan ədəbiyyatı üçün həqiqətən də bir böyük itki baş verdi. Hacı Arif Buzovnalı təhqiqatçı şair dünyasını dəyişdi. Onun elə bizim bu qəsəbəmizdə bir kiçik məclisi var idi. İllərdir fəaliyyət göstərirdi. Azərbaycan Yazıçılar Birliyinin nəzdində yerləşən Xəzər bölməsi. Oradan da çoxlu şairlərimiz, müəyyən söz adamları bəhrələndi. Hal-hazırda da onların adlarını bir-bir sadalamağa ehtiyac yoxdur. Bugün də onun çox təəssüflər olsun ki, dəfn mərasimində iştirak edən şairlərdən var. Sadəcə o qədər onlara pis təsir edib ki, bu vaxtsız ölüm. Onlar onun haqqında danışmağa çətinlik çəkirlər. Allah rəhmət eləsin, Allahdan rəhmət diləyirik. Dövrün ustad sənətkarlarından, şairlərindən biri idi. Yaxınlarına səbr arzulayırıq. Hacı Arif Azərbaycan klassik ədəbiyyatının təmsil edən müasir şairlərimizdən idi ki, çox dəyərli bir şair idi. Allahdan ona rəhmət diləyirik. Qalanlarına, əzizlərinə can sağlığı. Vallahi adam çox söz deyə bilmir, böyük itkidir. Elə bir həm gözəl bir şair idi, həm gözəl bir şəxsiyyət. Məclislərimiz olurdu. İndi artıq Arifsiz qaldıq. Çox təsirləndim və bütün onu sevənlər adından. Bir daha ədəbiyyat, klassik ədəbiyyat sevərlərə başsağlığı verirəm, əzizlərinə. Allah rəhmət eləsin.